Salam hörmətli Azpost istifadəçiləri. Bugün sizi çeklər və Z hesab bölməsinin necə işlədiyi ilə tanış edəcəm. Çeklər bölməsinə daxil olaq. Daxil olduqdan sonra ilk bölmə vasitəsilə biz hansı satışın çeklərini görmək istədiyimizi seçə bilirik. Məsələn, satış müdir tərəfindən olunub, kassiir və ya menecer tərəfindən seçə bilirik. Burada hamısını seçdikdə bütün satış edən şəxslərin çekləri görünür. İkinci isə satışın hansı növ olduğunu seçə bilirik. Məsələn, borca satış çeklərini, pərakəndə satış çeklərini, müştəri qaytarmalarını, pərakəndə qaytarmaları görə bilirik. Hamısını seçdikdə bütün çeklər görünür. Buradan tarix aralığını qeyd etməklə biz həmin satışları görə bilirik. Məsələn, mən tarix aralığını ayın 1-dən qoyuram. 1-dən qoyduqda gördüyümüz kimi bütün satış çeklərimiz qarşımızdadır. Burada tarixi, saatı, hansı növ əməliyyatın icra olunduğunu, kontragentin adını, məbləği, endirimləri, məhsul endirimlərini, cəmi, hansı ödənişlərin nağd, hansının kartla həyata keçdiyini, müxtəlif detalları, yəni çekin görünüşünü və s. görə bilərik. Əgər istifadəçi hüququ varsa, çeki silmək də mümkündür. Z hesabat bölməsi. Z hesabat bölməsi bizim satdığımız ümumi satışlar haqqında hər bir məlumatı detallı şəkildə göstərməyə kömək edir. Məsələn, kassirə baxaq. Buradan kassir, müdir, menecer hamısının satışlarını görə bilirik. Tarix aralığını qeyd edirik. Məsələn, mən 1-dən olan bütün satışların Z hesabatına baxmaq istəyirəm. Burada çap səhifələri bizim çekin üzərində görünəcək səhifələrdir. Yəni, mən buradan hansının açsam, göy işarə hansının önündə olsa, onları çekin üzərində görə bilirəm. Məsələn, burada bütün hamısı açıqdır. Yəni, məhsul satışları, borc ödənişləri, xərclər, qaytarmalar, kassa əməliyyatları, satıcı bonusları və s. hamısı Z hesabatda əks olunacaq. Burada pərakəndə, yəni satılan malların ümumi sayını, qaytarmaların sayını, məbləğləri, məhsullara olunan endirimləri, məbləğə olunan endirimləri, toplam endirimləri, endirimli məbləğləri və ya maya dəyərini və s. görə bilirik. Yəni, hər şey detallı şəkildə burada mövcuddur. Göstər düyməsinə klik etməklə biz çekin ümumi görünüşünə baxa bilirik. Burada çekimizin ümumi görünüşünü görürük. Gördüyümüz kimi başda Z hesabatı yazılır, tarix aralığı qeyd olunur və çekin üzərində hər bir detal əks olunur. Çap et sıxmaqla isə biz həmin Z hesabatı çekə çap edə bilərik.